Hüseyin, ana ən çox nəyi sevir? Namaz qılmağı. Namaz qılmağı. Leyla? Mənim anam bir neçə insana söhbət etməyi. Aha, danışmağı, söhbət eləməyi. Seyid? Mənim anamın ən sevdiyi şey məni sevməkdir. Aha. Ev süpürməsi. Məhəmməd? Gəzməyi. Gəzməyi sevir. Dəniz? Kitab oxumağı sevir. Hürrəm, ana ən çox nəyi sevir qızım? Qızlarını. Qızlarını sevir. Ha, oldu. Həsən? Gəzməyi. Elnar? Mənim və bacımı. Ən çox sənin və bacı. Əla. Rüqəyyə? Hədiyyə almağı sevir. Umay? Məni. Səni sevir. Məni ilə bacımı. Səni bacını sevir. Heyday oynamaq. Aha. Oyun oynamağı sevir. Elif? Mənim anam ən çox bilirsiniz nə sevir? Mənim anam ən çox sevdiyi şey mənlə qardaşımdır. Əla. Rüqəyyə, ana ən çox nəyi sevir? Mən ilə qardaşımı. Ana ən çox nəyi sevir? Kinoya baxmaq. Kinoya baxmağı sevir. Müjgan? Halamla alışveriş eləmək. Xala ilə alış-veriş. Nə gözəl, nə maraqlı. Nailə. Ana ən çox nəyi sevir? Yemək pişirməyi. Dadlı pişirir yeməkləri. Əla. Nurla, ana ən çox nəyi sevir? Bizi, babamı və nənəmi. Hamını sevir. Nuray, ana nəyi sevir? Gəzməyi sevir. Ayxan, ana ən çox nəyi sevir? Doğanı. Doğanı sevir. Uğur. Uzaq şəhri. Filmə baxmağı sevir. Əla. Görək digər sıradan. Mələk qızımız. Ana ən çox nəyi sevir? Paltarları. Paltar almağı sevir. Xalidə? Tortu. Tort sevir. Şirniyyatları sevir. Nur? Şirniyyat. O da şirniyyat sevir. Mədinə, ana ən çox nəyi sevir? Mən ilə vaxt keçirməyi. Səninlə vaxt keçirməyi. Ülkər? Alış-veriş etməyi sevir. Uğur nə sevir ana? Evi təmizləməyi. Evi təmizləməyi çox sevir. Nur, ana ən çox nəyi sevir? Yağışlı havada içəridə kofe içmək. Aha, maraqlıdır. Nur? Mən və xalamla Əsnad. Əsnad, bir də təkrarla qızım. Mən və xalamla alışveriş etmək. Alış-veriş etməyi çox sevir. Analarımızın məşğuliyyətləri, ən sevdiyi xüsusiyyətləri öyrəndik. Çox gözəl. Analarımıza gəlin bir alqış gəlsin. İndi belə bir sual verim. Siz ən çox kimi sevirsiniz bəs? Anamızı və atamızı. Aferin sizə.